Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Ümidvaram ki, yaxşısınız. Bu gün sizlərlə hazırladığım MİQ və sertifikasiya tipli testlərin izahına baxacağıq. Gəlin elə isə başlayaq birinci sualımızdan. Müəllim belə sual verir. Sizcə sosial şəbəkələr gənclərin şəxsi inkişafına müsbət təsir edir, yoxsa mənfi? Fikrinizi əsaslandırın. Müəllim burada şagirdlərin öz şəxsi fikirlərini bildirmələri üçün onlara açıq sual təqdim edir və onların fikirlərini tək-tək öyrənmək istəyir, sizcə sualı verərək. Və burada fikrinizi əsaslandırın, dəyərləndirmə mərhələsində açar sözdür. Cavabımız C variantı dəyərləndirmə. Keçək növbəti sualımıza. Müəllim belə sual verir. Bir qəhrəman seçin və onun davranışlarını mühakimə edin. Sizcə onun qərarları doğrudurmu? Burada da eyni ilə birinci sualdakı kimi müəllim şagirdlərə öz fikirlərini bildirmələri üçün sual təqdim edir. Sizcə doğrudurmu? Və onun davranışlarını mühakimə edin. Mühakimə etmək, əsaslandırmaq, dəyərləndirmə mərhələsinin açar sözlərindəndir. Cavab D variantı dəyərləndirmə. Keçək növbəti sualımıza. Müəllim su dövranı mövzusunu izah etdikdən sonra belə soruşur. Yağış yağdıqdan sonra bu suyun hansı yollarla təbiətdə dolaşdığını öz sözlərinizlə izah edin. Yəni, interpretasiya edin. Öz sözləri ilə başa düşdüyünü, anladığı qədərini izah edirsə, əlbəttə ki, cavab A variantı olacaq. Anlama mərhələsi. Çünki şagird interpretasiya edir. Öz fikirləri ilə başa düşdüyü qədərini izah edir. Keçək dördüncü sualımıza. Azərbaycan dili dərsində müəllim şagirdlərdən belə tapşırıq istəyir. Bir məktəb mühiti təsvir edin və bu mühitdə baş verən hadisələri əhatə edən qısa hekayə yazın. Fikirləşin, təsvir edin, qısa hekayə yazın. Hekayədə konflikt və nəticə də yer alsın. Bu tapşırıq hansı idraki mərhələyə aiddir? Əlbəttə ki, burada olacaq yaratmaq. Çünki şagird hekayəni özü fikirləşib, təsəvvür edib yazacaq. Hekayə yazmaq, yaratmaq olacaq. Cavab Y variantı. Keçək növbəti testə. Müəllim deyir, bir roman qəhrəmanı uzun müddət seçim qarşısında qalır. Sonda isə verdiyi qərarı böyük nəticələr doğurur. Bu qəhrəmanın qərar vermə prosesində keçirdiyi daxili ziddiyyətləri izah edin. Deməli, şagirdlər onu oxuyur, başa düşür, daha sonra onu izah edir. İzah etmə varsa, yəni deyir ki, prosesdən keçirdiyi daxili ziddiyyətləri izah edin. İzah edin varsa, o olacaq anlama mərhələsi. Keçək növbəti testimizə. Dərsdə bir şagird daim digər şagirdin sözünü kəsir və bu, sinifdə gərginlik yaradır. Müəllim bu vəziyyətdə hansı yanaşmanı seçərsə, daha doğru olar? A variantı. Şagirdi dərhal cəzalandıraraq sinifdən çıxarır. Xeyr, şagirdi cəzalandırıb sinifdən çıxarda bilməz. B variantı. Valideyni çağırıb onun yanında şagirdi danlayır. Əlbəttə ki, bu da yanlış yanaşmadır. C variantı. Şagird dərsdən sonra fərdi şəkildə dinləyib səbəbini öyrənməyə çalışır. Bəli, şagirdi dərsdən sonra fərdi şəkildə yanına çağırıb, niyə belə etdiyinin səbəbini soruşa bilər. Doğru variant C variantı. D variantı. Problemi sinifdə hər kəsin iştirakı ilə müzakirə etmək. Şəxsi problemi ümumi müzakirəyə çıxartmaq doğru deyil. Y variantı. Məsələyə toxunmadan keçib gələn dərsdə başqa mövzuya keçir. Məsələyə toxunmadan başqa bir mövzuya keçirsə, bu da məsuliyyətsizlikdir, yanlışdır. Keçək 7-ci suala. Dərs zamanı bir şagird digər şagirdin geyimi ilə bağlı lağ edir və bu hədəf olan şagirddə özünü qiymətləndirmə və dərsə maraqda ciddi eniş yaradır.
Valideyn müəllim ilə əlaqə saxlayıb məsələni emosional şəkildə gündəmə gətirir. Müəllim hansı yanaşmanı seçməlidir? A variantı. Tənə vurulan şagirdə məsləhət görür ki, geyiminə fikir versin. Doğru deyil. B variantı. Valideynə bu məsələlərin sinif daxilində həll olunmalı olduğunu deyib məsuliyyəti azaldır. Əlbəttə ki, bu da yanlışdır. C variantı. Hər iki şagirdlə və onların valideynləri ilə fərdi görüşlər keçirərək empatiya və hörmət mövzusunda sosial-emosional tərbiyəyə fokuslanır. Bəli, doğru variant C variantı. D. Ləqəb qoyan şagirdi dərsdən kənarlaşdırır. Yanlışdır. Y. Məsələni məktəb rəhbərliyinə ötürür və müdaxilə etmir. Bu da doğru deyil. Doğru variantımız C variantı. Keçək növbəti sualımıza. Müəllim sinifdə şagirdlər arasında dostluq münasibətlərinin zəiflədiyini, bəzi şagirdlərin digərlərini qruplara ayıraraq daha ağıllı və zəiflər kimi etiketləndiyini müşahidə edir. Bu hal dərs prosesinə və şagirdlərin özlərinə güvəninə ciddi təsir göstərir. Müəllim bu məsələni gündəmə gətirərkən valideynlərdən biri etiraz edir. Siz mənim övladımı zəiflərlə eyni qrupda oturdursunuz. Bu onun inkişafına mane olur. Bu vəziyyətdə müəllim hansı addımı atmalıdır ki, həm sinifdəki münasibətləri sağlamlaşdırmış olsun, həm də valideynə peşəkar yanaşmanı göstərə bilsin. Gəlin variantımıza baxaq. A. Valideynə güzəşt edərək onun övladını yanlış yüksək nəticəli şagirdlə oturtmaq. Yanlışdır. B variantı. Şagirdləri akademik göstəriciyə görə qruplara bölmək və bunu rəsmi qayda kimi tətbiq etmək. Xeyr, bu da yanlışdır. C. Valideynlə fərdi söhbət edərək şagirdlər arasında empatiya və əməkdaşlıq ruhunun inkişafının əhəmiyyətini əsaslandırmaq və sosial-emosional inkişafı prioritet göstərmək. Bəli, bu doğrudur. D variantı. Digər valideynləri toplayaraq həmin valideyni müzakirəyə cəlb etmək. Bu da yanlışdır. Keçək növbəti sualımıza. Müəllim məktəbdə təşkil edilən layihə işində şagirdləri tam sərbəst buraxır. Lakin bir neçə şagird bu azadlıqdan sui-istifadə edərək layihəyə məsuliyyətsiz yanaşır. Nəticədə layihə vaxtında tamamlanmır və komandada gərginlik yaranır. Digər şagirdlər müəllimin ədalətsiz davrandığını düşünürlər. Bu durumda müəllim hansı səhvi daha çox ön plana çıxarır və problemi necə aradan qaldırmalıdır? Cavab birinci A variantına baxaq. Sərt cəza tətbiq etməlidir ki, gələcəkdə məsuliyyətli olsun. Xeyr, sərt cəza tətbiq olunmamalıdır. B variantı. Tam sərbəstlik vermək yerinə rəhbərlik edən müşahidəçi rolunda olaraq prosesi istiqamətləndirməli idi. Bəli, tam sərbəstlik vermək yerinə müşahidəçi, fasilitator rolunda bunu istiqamətləndirməli idi. Doğru variantımız B variantı. C. Layihəni ləğv edib ənənəvi dərsə qayıtmalı idi. Xeyr, avtoritar üslubla dərslər artıq keçirilmir. C. Yalnız məsuliyyətsiz şagirdləri cəzalandırmalı. Bu da yanlışdır. Doğru variantımız B variantı. Keçək 10-cu suala. Hadisələrin baş vermə tarixlərini ardıcıl şəkildə düz. Verilmiş tapşırıq idraki sahənin hansı mərhələsinə aiddir? Bunu çoxunuz tətbiq götürmüsünüz, proseduralla əlaqələndirmisiniz, amma xeyr, çünki hadisələrin baş vermə tarixlərini o əzbər bilməlidir ki, düzə bilsin, sadalaya bilsin. Bu da olacaq xatırlamaq mərhələsi. Onda cavab B variantı. 11. Şagird qrup işi zamanı öz aktivliyi ilə seçilir, aktivdir. Yaradıcı fəaliyyətlər icra edir. Bu şagirddə psixomotor və emosional sahənin hansı mərhələsi inkişaf etmişdir? Şagird aktivdirsə, emosional sahədə cavab vermə mərhələsindədir və şagird yaradıcı fəaliyyətlər icra edirsə, bir şeylər yaradırsa, o da artikulyasiyadır.
psixomotor sahənin artikulyasiya mərhələsi, emosional sahənin cavab vermə mərhələsi. Çünki şagird aktiv iştirak edir. Aktivcəsinə yaradıcı fəaliyyətlər icra edir. Cavab B variantı. Keçək 12-ci suala. Verilmiş nümunələri aid etmək olar. 1. Şagird texnologiya dərsi zamanı öyrəndiyi konstruksiyanı müstəqil şəkildə yığır. Dəfələrlə məşq edib, öyrənib, artıq müstəqil şəkildə konstruksiyanı yığır. 2. Şagird yoldaşlarına salat hazırlamağı nümayiş etdirir. Artıq onu özü edir. 3. Bildiyiniz rəqsləri tədbirdə ifa edin. Bunu etmisiniz, məşq edib öyrənmisiniz, indi edə bildiyiniz rəqsləri tədbirdə ifa edin. Əlbəttə ki, bu şagirdin müstəqil şəxsi hərəkətlərinə fokuslanır. Cavab B variantı dəqiqlik. Çünki dəqiqlik mərhələsinin açar sözləri müstəqil, bir işi müstəqil, köməksiz, sərbəst görməkdir. Keçək 13-cü suala. Kimya dərsində müəllim şagirdlərə sual verir. Əgər bu reaksiya 60 dərəcə baş verirsə, siz temperaturu 80 dərəcəyə qaldırsanız, reaksiyanın surəti necə dəyişər və niyə? Burada niyə varsa, bu müəllim şagirddən bunun səbəbini soruşur. Niyə bu belə oldu? Səbəbini soruşur. Nə üçün? Niyə? Bu zaman şagird ona izah gətirəcək. Başa düşdüyü hissələrdən, anladığı hissələrdən izah gətirəcək. 13-də cavab D variantı. Yəni, şagird anlamadığı bir məsələ haqqında heç vaxt izah gətirə bilməz. Heç vaxt səbəbini izah edə bilməz. Cavab D variantı. Keçək 14-də. Müəllim ədəbiyyat dərsində Əli və Nino romanından bir parça oxuyur. Şagirdlərə sual verir. Əlinin qərarlarının əsas səbəbləri nələr idi? Və bu qərarlar əsərin ümumi ideyasına necə təsir göstərdi? Şagirdlər mətnə əsaslanaraq fikir bildirir. Bu fəaliyyət hansı mərhələyə aiddir? Şagirdlər burada müəllifin mövqesini müəyyənləşdirir, dəfələrlə təhlil edir, ümumi ideyasını, təsirini müəyyənləşdirir. Ona görə bu uzun proses olduğu üçün təhlil etmək mərhələsi olacaq. Müəllifin mövqesini, nədən bəhs etdiyini, onun səbəblərini, qərarlarını, ümumi ideyasını ümumiləşdirirsə, fikirləşirsə, cavab təhlil etmək olacaq. B variantı. Keçək 15-ə. Müəllim riyaziyyat dərsində şagirdlərə real həyatdan götürülmüş bir problemi təqdim edir. Bir ailə aylıq gəlirinə uyğun olaraq öz xərclərini planlaşdırmalıdır. Siz bu ailənin məlumatlarını araşdıraraq büdcə planı hazırlayın. Şagirdlər riyazi biliklərindən istifadə edərək gəlir və xərc balansını tənzimləyir, qrafik qurur və nəticəni təqdim edir. Deməli, burada şagirdlər riyaziyyat dərsindən götürülmüş bir planı həyata keçirirlərsə, onun üzərində işləyirlərsə, riyazi biliklərindən istifadə edərək balansı tənzimləyib, hesablayıb qururlarsa, bu olacaq tətbiq etmək. Cavab A variantı. Bu qədər dəyərli müəllimlər. Belə situasiyaların izahı üçün kanala abunə olub videonu bəyənməyi və öz dəyərli fikirlərinizi şərh bölməsində qeyd etməyi unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm.